Zaqatalada vəzifəli şəxsin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb. Rayon prokurorluğundan Şimal Newsa verilən məlumata görə Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. İstintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədi ilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitinin rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü təkrar və külli miqdarda rüşvət alma maddələri ilə yekun ittiham elan olunub. Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.